Xoş gəldiniz müəllimlər və abituriyentlər sizlərlə. Mən Kurikulum və Tarix müəllimi Qara Hikmət. Bu günlərim sizlərlə Avropa Hun dövləti barədə danışacağım. Gəlin ilk öncə başlayaq dərsimizə. Dərsimiz Avropa Hun dövlətidir və xalqların böyük köçü haqqında sizlərə məlumat verəcəm. İlk öncə biz xalqların böyük köçü deyərkən nəyi nəzərdə tuturuq? Qədimdə təbii ki, xalqların böyük köçü, yəni 4-cü, 7-ci əsrlərdə əhatə eləyir. Həmin bu xalqların böyük köçü nələrə səbəb olmuşdur? Niyə köç eləmişdilər? Təbii ki, bunlarda 3 dənə səbəb var idi. Hansı səbəblər? İqtisadi, siyasi və sosial səbəblər var idi. İqtisadi səbəb deyəndə nə ilə bağlı olacaq? Təbii ki, yeni torpaqlar ələ keçirmək istəyəcəklər və quraqlıqdır, qonşu tayfaların sıxışdırması nəticəsində həmin bunlar nə eləyəcəklər? Yeni ərazi əldə edilmək üçün köç eləyəcəklər və siyasi səbəblər nədir? Siyasi səbəblər əsasən dövlətlər arası, yəni Çinin təzyiqi altında olmamaq siyasəti və yeni dövlət yaratmaq istəyirdilər. Bir də sosial təbii ki, əhali ilə bağlıdır. Bu da əhalinin sıxlığı artıq həmin yerlərdən köç eləməyə müəyyən eləyir ki, köç eləsinlər. Təbii ki, xalqların böyük köçü bu səbəblərdən asılı oldu. Xalqların böyük köçündə ən əsas tayfalar Hun tayfalarıdır. Hunların təzyiqi ilə alanlar da, qotlar da köç eləyiblər və Slavyan. Həmin köç eləyən tayfalar hansı oldu? Hun, Alan, Qot, Slavyan tayfaları olmuşdur. Əvvəlcə təbii ki, Böyük Hun dövlətində desək, Ön Asiyadan Sakit Okeana qədər olan bir qövsü əhatə eləyir həmin Böyük Hun dövləti. Daha sonra Hun dövləti parçalanandan sonra xalqlar köç eləməyə başladı və qərbə doğru gedən hissəsi, daha sonra Avropa Hun dövləti cənuba və cənubi-qərbə doğru Ön Asiyaya gedən hissəsi isə Ön Asiyadan bəri tərəfə, yəni gedən hissəsi isə Asiyanın cənubuna, buradan sonra Ağ Hun dövlətinin yaradıcıları hesab olunacaqdır. Əsasən Azərbaycan ərazisində də məskunlaşıblar. Hətta burada belə bir Vasik Kursik adlı bir sərkərdələr də olub ki, məsələn, onlar gəliblər, alov çıxan qayalardan keçib şimalda olan Hunlarla birləşdikləri haqqında qeyd olunur. Təbii ki, alov çıxan qayalar hardadır? Qobustandadır. Bunu da yadımıza saxlayırıq ki, Azərbaycanda da məskunlaşdılar. Hunlar haqqında ilk məlumatlar, təbii ki, Hunlar haqqında ilk məlumatlar eramızdan əvvəl 2-ci minliyə aid oldu. Daha sonra isə Çin mənbələrində. Daha sonra isə 4-cü əsrdə eradan əvvəl başlayaraq Kiz mənbələrində, Gürcü mənbələrində və antik dövr xəritələrində də Hunların adına rast gəlmək olur. Əsasən, xalqların böyük köçündən sonra Hun tayfalarını dedik ki, Qərbi Hun tayfaları var idi ki, bunlar Qərbi Hun tayfasının başçısı, iş başçısı olacaqdı Tanrı xan. Kim olacaqdı Qərbi Hun dövlətinin belə deyim də tayfası? Hələ Hun dövləti deyil. Bu Tanrı xan olacaqdı. Qoy bunu da düzəldək. Aha, kim oldu? Tanrı xan oldu. 2-3-cü yüzilliklərdə o Tanrı xan Azərbaycanın şimalında möhkəmləndikdən sonra Anadoluya belə yürüş eləyib. İlk tayfa başçısı dedik Tanrı xandır. Daha sonra 374-cü ildə tayfaya başçılıq eləmək üçün Balamir gələcək. Tayfa başçısıdır. Hələ dövlət yaratmayıblar. Tayfa başçısı kim oldu? Balamir. Qərb Hunların başçısı alanları daha çox qərbə doğru sıxışdıran Balamir orada getdi. Nağardı? Don, İdil çayları arasındakı alanları sıxışdırdı, sonra getdi Oskot kralını məğlub elədi. Ondan sonra nə olacaq? Hunların bir hissəsi hətta Qafqaza və Anadolu yarımadasının şərqinə yürüş eləyir. Hara? Cənub Qafqaza, Anadolu yarımadasının şərqinə yürüş eləyir. Ondan sonra Xəzər dənizinin qərb sahillərini keçib, yenidən şimalda yaşayan Hunlarla birləşdilər. Ondan sonra Şimali Qafqaz, Qara dənizin şimal sahillərini ələ keçirib də Dunay çayı istiqamətində hərəkət elədilər. Sonra Donu keçib orada Azov ətrafı Tereklə Kubanı ələ keçirdilər və Krıma doğru gedərək orada Qotları məğlub elədilər. Qotları məğlub eləyəndən sonra 378-ci ildə artıq Balamir dövlət başçısı olur. Bəzi hələ kitabda yazılmayıb, onu da qeyd eləyərik. Nə vaxtı? 378-ci ildə. Getdikcə Avropa Hun dövlətinin ərazisi artıq şərqdə Ural və qərbdə Dunay çayı sahillərinə belə uzanırdı. Daha sonra ən güclü hökmdarlarından biri isə Attila olubdu. Attila eramızın, daha doğrusu o qədər eramızdan əvvəl demişik ki, artıq dildə əzbərə çevrilibdi. 434-cü ildə Attila qardaşı Bileydə ilə birlikdə dövləti idarə etməyə başlayır. 434-dən 445-ə kimi. 434-də o Bizans ərazisinə yürüş eləyir. Bizans ərazisinə bu da ticarət əlaqələrini belə deyim də öz əlinə keçirmək üstündə mübarizə idi. Getdi, Bizans imperatorundan müəyyən xərac aldı, ticarət yolunu ələ keçirdi.
Ancaq Bizanslıların təbii ki, siyasəti nə olacaq? Attillanı tabe olan tayfaları arasında çəkişmələr yaradacaq. Onları üsyana sövq eləyəcəkdir. Bundan xəbər tutan Attila da 447-ci ildə yenidən Bizans ərazisinə yürüş edib Konstantinopolu mühasirəyə alır. Bundan çəkilərək Bizans imperatoru yenidən illik və böyük xərac verməklə öz ölkəsini dağıntılardan qurtarır. Daha sonra isə Attila 445-ci ildən ölkəni müstəqil idarə etməyə başlayır. Ən gözlü dövrlərindən biri isə 451-ci ildə Katalon döyüşü edir. Hələ Katalon döyüşü eləməmişdən qabaq gəlir Fransaya. Yəni Fransada Qalliya ərazisi adlanırdı o vaxtı. Fransaya gəlir. Daha sonra Fransaya gələndə həmin bu Attila nə varacaqdı? Orada Burqundiyanı ələ keçirəcək. Orlayana qədər olan əraziyə gəlib çatacaq. Və orada Katalon adlı yerdə kimlə döyüş olacaq? Qərbi Roma imperiyası ilə döyüş olacaq. Həmin Qərbi Roma imperiyası ilə döyüş oldu və döyüşdə Roma ordusunun başçısı Aetsi idi. Həmin bu Aetsi də deməli Attilanın uşaqlıq dostu olub. Çünki qədimdə, belə deyim, ondan əvvəl uşaqlıq vaxtlarında onlar dost olublar. Çünki əsir düşübdür. Daha sonra isə Romaya gedərək əsirlikdən canını qurtarıb Romaya gedib Roma ordusunun başçısı həmin Aetsi olubdur. Daha sonra həmin ona görə də belə deyim də Attilanın taktikalarını və Hunların taktikalarını həmin Aetsi öyrənib getmişdi. Daha sonra 451-ci ildə Katalon adlı yerdə döyüş baş verir. Döyüş heç-heçədir. Amma üstünlük demək olar ki, Attilanın üzərində olur. Daha sonra gecə ikən həmin bu Roma qoşunu geri çəkilir. Attila da Romada olan xəstəliklərə görə də öz qoşununu onların arxasıca getməyə, belə deyim də, sövq eləmir. Daha sonra 452-ci ildə yenidən qoşun toplayaraq Roma üzərinə yürüş edir və burada Roma papası hətta Attilanın yanına gələrək və ona yalvararaq ondan üzrxahlıq istəyir və öz ölkəsini dağıntıdan xilas edir. Attila da təbii ki, onu bağışlayır. Ondan sonra 453-cü ildə Attila Sasanilər üzərinə yürüşə getməyə hazırlaşır. Ancaq Attilanın bu yürüşü belə deyimdə alınmır. Çünki müəyyən səbəblərdən Attila vəfat eləyir. Artıq onun yaratdığı dövlət, belə deyimdə, onun yaratdığı dövlət yavaş-yavaş zəifləməyə başlayır. İlk öncə də vurğulayım ki, həmin bu Katalon döyüşündə Attila, hələ əvvəlcə vurğulayaq, Attila Qotlar və Franklar iştirak edirdi həmin bu Katalon döyüşündə. Katalon döyüşündən sonra həmin Attila Qotları belə cəzalandırdı. Ancaq Attila öldü. Attila öləndən sonra Qotlar üsyan qaldırdı. Attilanın böyük oğlu gəlir hakimiyyətə. O da Alman tayfalarının üsyanı nəticəsində Attilanın böyük oğlu da öldürülür. Yaratdığı dövlət artıq zəifləməyə başladı. 470-ci ildə həmin dövlət süquta uğrayır. 470-də həmin dövlət süquta uğrayandan sonra nə olacaq? Həmin dövlət süquta uğrayandan sonra daha sonra oğlu Cava, kiçik oğlu Cava gələcəkdi. Yeni bir dövlət yaradacaqdı Macaristanda. Mərkəzi isə Budapeştədir. Hətta Budapeştə onun nəyə qoyulmuşdu? Heykəli belə qoyulmuşdu. Attila o qədər müdrik hökmdar idi ki və ona hətta dünyanı titrətmək üçün doğulan və yaxud da Tanrının qırmancı ləqəbi almışdır. Nə almışdır? Dünyanı titrətmək üçün doğulan və Tanrının qırmancı ləqəbi almışdır. Daha sonra burada ayrı nəyimiz var? Belə gəldik. 453. Bir də Attilanı kimlərə bənzədirdilər? Makedoniya İskəndər və Yuli Sezarla hətta eyniləşdirirlər və burada Cavanın Macaristanda heykəlidir. Daha sonra Hunların Avropada həyat tərzinə ümumən müəyyən bir izlər qoymuşdur. Hətta Kimmer sözü Gürcü dilində pəhləvan, İskit sözü isə Pəhləvi dilində belə deyim, igid mənasını verir. Hunların da adları Almanların və Qərb Slavyanların dillərində bahadır və igid mənası kimi işlənməyə başlamışdılar. Hətta Azərbaycanla da əlaqəsi var. Niyə? Bəzi mənbələrdə, məsələn, Türk xalqlarının, Macarların, Hunların varisləri hesab olunur. Kimlər? Türk xalqları və belə deyim, Macarlar Hunların varisləri hesab olunur. Hətta Orta əsrlərdə Göyçə gölündə Gəlahun qalası var ki, bu da Hunlara haqqında məlumat verməyə belə deyim də sövq eləyir. Orta əsrlərdə bir də Hun qalası var. Bu da Tovuz rayonu ərazisindədir ki, bizim Hunlarla əlaqəmiz olduğunu sübut eləyir. Bu Hun dövləti haqqında qısa məlumatımız idi. Növbəti dərslər üçün təbii ki, YouTube kanalımıza abunə olmağı unutmayın.